Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Xocəsəndə 155, 158 nömrəli marşrutlarından 150-200 metr məsafədə əsas yola, yəni Xocəsən yoluna 5 dəqiqəlik piyada məsafədə olan bir ərazidə, demək 2 sotun içində 2 mərtəbə, yəni belə deyək də 2 ailə üçün uyğun bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim eləyəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, aşağı hissəsi təmirsizdir, amma məlumatı verəcəm sizə. Ev Qurqaboy Qoşadaşdan tikilir. Ev, demək, üzr istəyirəm, 103 nömrəli məktəbədə yaxındır. Suyu, qazı, işığı daimidir. Sənədləri qeydiyyat propiska olacaq, yəni mümkündür. Bunu bir də biz köməklik göstərəcəyik. Evin içində propiska mümkündür. Bax, evin yan tərəfidir. Arxa tərəfinə də keçmək mümkündür. Düz arxasına qədər mümkündür. Gördüyünüz kimi, bax, evin pəncərələrinə də belə kəmər vurulub. Yuxarı tərəfi də kəmərlə vurulub. Ev tam yəni keyfiyyətli formada inşa olunub. İçində hal-hazırda yaşayış var. Gördüyünüz kimi də evin hündürlüyü göz qabağında. Ev də tam təmirli evdir. Yenə qeyd edirəm, sənədlər də yenə qeyd edirəm. Qeydiyyat propiska ilə mümkündür, köməkli göstəriş bu işlərə. Demək, qaz, su, işıq daimidir. Demək olar, heç burada su kəsilmir, həmişə su var burada. Bunu da nəzərinizə çatdırım. Demək, indi keçən evin aşağı hissəsindən tanış olaq. Bu hissəsi, hörmətli izləyicilər, həyətyanın sahəsi gördüyünüz kimi, orada boş torpaq sahəsi saxlayıb, yaşıllıq salmaq üçün həyəti tam etdaşlar, draplar qoyulub, qaz, su, işıq, kanalizasiya hamısı qaydasında. Keçə birinci aşağı ilə tanış olaq. Bax, hörmətli izləyicilər, bax, bura aşağı hissəsidir. 2 ailəyə mümkündür. Burada istipol yaradıb, burada otaqları bölmək olar. Ara kəsmələri aşağıdan görsünüz, qoşa daşdır. Yəni, ev keyfiyyətli formada inşa olunub. Demək, sağ tərəfdə də bax, belə bir geniş bir zaldır. Buranı mümkündür ki, istipolla eləyib 2 ailəyə çevirmə mümkündür. Sadəcə ev belə vəziyyətdə satılır. Yuxarı amma tam təmirli vəziyyətdədir. 280 hündürüdür, 14 daş kürsüdədir. Yəni, hamısını sizin nəzərinizə çatdırım ki, məlumatınız olsun. Gördüyünüz kimi də, bax, belə evin hündürlüyü. Gör, necə buranı da aranda bölüb ayrı-ayrı otaqlara çevirmək mümkündür. Keçən də evin içinə əsas tanışırıq. Ev də çox səliqəli, səhmanlı, gözəl təmir olmuş evdir. Ev sahibi özünə təmirləyib, hər şey özü keyfiyyətli materiallardan səliqəli ev təmir edib. Açığa buradan istifadə edib. Keçən evin içinə tanış olaq. Hər şeyi təqdimatda sizə göstərəcəm. Qalxırıq yuxarı. Alan adam özü aşağıda təmir edib, gələcək məsələn 2 ailə kimi aşağıda yayda zətdə oturmaq üçün əlverişlidir. Bax, buradan keçirik evin içinə. Girən kimi dəhlizi. Gördüyünüz kimi açıq boylardan istifadə olunub. Ev həqiqətən çox səliqəli evdir. Kombi sistemləri var. Solda mətbəxdir. Haradasa 14 kvadrat olar mətbəxi. Təzə mətbəxlərdən yığılıb, yəni sağlam vəziyyətdədir. Səliqəli evdir. Açıq boylardan istifadə olunub. Pəncərələri genişdir, qapıları açıq qapılardan, özü keyfiyyətli qapılardan istifadə olunub. Sağda qonaq otağıdır. 380-ın haradasa 6-20-yədir. 24 kvadrata yaxındır. Həqiqətən ev çox səliqəli, səhmanlı evdə açıq aboylardan, gözəl zövqdən təmir olunub. Bax, indi nəzərinizə çatdırım. Demək, stollardır, divanlardır, təzədir. Yəni, kim istəsə əşyalı da ala bilər. Amma bu hal-hazırda biz qiymət deyəcək, əşyasız qiymət deyəcək. Bir dənə burada mətbəxdən kombi qalacaq qiymətin içində. Qalan amma əşyalı almaq istəyənlər, yəni onu qiymət danışmaq olar. Solda burada uşaq otağıdır. Haradasa 10-12 kvadrat olar, təxmini ölçü deyirəm. Qapılar da gördüyünüz kimi gözəl qapılardır, ağ qapılardan istifadə olunub. Sağda bir yataq otağıdır. 15-16 kvadrat olar. Gördüyünüz kimi buranın da təmiri qaydasında. Solda bir də. Bu da uşaq otağıdır. Yəni, nəzərinizə çatdırım, hörmətli izləyicilər. 4 otaqlı otaqlarda bunu nəzərinizə çatdırım. 2 dənə balaca uşaq otağı olur. Qız oğlanlar üçün ayrılır. Ayrı-ayrı uşaq otaqları olur. Bir dənə də böyük otaq olur. Böyük otaq da buradadır. Yəni, haradasa 15-16 kvadrat olar. Sonda da dəhlizin sonunda
Sanuzeldir. Sanuzeldə gördüyünüz kimi açıq kafe metallardan istifadə olunub, moydatır qoyulub. Burada sanuzel hissəsidir. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasına hörmətli izləyicilər zəng vuran zaman yenə qeyd edirəm, yəni ev hardadır? Demək, Xocəsəndə, hündür bir ərazidə, havası təmiz olan ərazidə 103 nömrəli məktəbə yaxın, 155-158 nömrəli marşrutlara yaxın, qaz su işığı daimidir, bunu da nəzərinizə çatdırım. Sənəd qeydiyyat propisk olacaq, əlavə xərcdir, yəni alıcının boyundadır, bunu da nəzərinizə çatdırım. Evin qiyməti də 135 min start qiymətdir. Real alıcı olsa, endirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözdə hörmətli izləyicilər ev sahibi deyəcək. Birbaşa sahibi ilə görüşəcək. 135 min start qiymətdir. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.